Salam, əziz şagirdlərim, əziz hörmətli izləyicilər, necəsiz? Zamanın, məkanın fərqi yoxdur. Nə qədər yorğun olsam da belə, mən şagirdlərim üçün çalışıram və hər zaman da onlar üçün video çəkəcəm. Və bu dəfə mənim artıq məkanım elektron kitabxanadır. Və burada mən sizlər üçün növbəti dərsimiz haqqında izah verəcəm. Bu dəfəki dərsimiz Azərbaycanda feodal münasibətlərin yaranması, Sasanilər ağalığı dövründən bəhs edəcəm. Artıq nəzər yetirsəniz görürük ki, artıq quldarlıq quruluşu bitir, feodalizmə keçid edirik. Dərsimizə başlayaq. Deməli, Azərbaycanda və Avropada feodal münasibətlərin meydana gəlməsi fərqli zamanlarda, fərqli vaxtlarda yaranmış və fərqli vaxtlarda sona çatmışdı. Azərbaycanda feodalizm münasibətləri 3-cü əsrdə yaranmış, 19-cu əsrin ortalarına qədər davam etmişdi. Feodalizm deyərkən nə anlayacağıq? Baxın, biri var deyirəm ki, ibtidai icma quruluşu. Burada sinifli cəmiyyət yox idi, varlı kasıb təbəqəsi yox idi. Artıq ibtidai icma quruluşunun sonuna yaxın təbəqələşmə dərinləşdiyi üçün, varlı kasıb təbəqəsinin sayı artdığı üçün artıq ibtidai icma quruluşu dağılmış və yerində quldarlıq quruluşu yaranmışdı. Quldarlıq quruluşunda iki əsas sinif var, quldar və qul sinifləri var. Və daha sonra feodalizm quruluşunda isə iki sinif var, feodal və kəndli sinifləri. Feodallar kimlərdir? Torpaq sahibləridir. Kəndlilər gedirlər torpaq sahibinin torpağında işləyirlər, müəyyən qədər əldə etdikləri məhsulun bir hissəsini verirlər torpaq sahibinə, bir hissəsi də özlərinə qalır. Və Azərbaycanda bu feodalizm münasibətləri Avropa ilə müqayisədə daha tez yaranmışdı, meydana gəlmişdi. Belə ki, əgər siz orada görürsünüz ki, burada mən qeyd etmişəm, Azərbaycanla Avropanın fərqləri cədvəlini qeyd eləmişəm. Azərbaycanda 3-cü əsrdə feodalizm münasibətləri yarandığı halda Avropada 5-ci əsrdə yaranmışdı. Azərbaycanda uzun müddət davam etmişdi, təxminən 16 əsr boyunca davam eləmişdi. 19-cu əsrin ortalarına qədər Azərbaycanda feodalizm münasibətləri davam etdi. Avropada isə 5-ci əsrdən başlayıb 17-ci əsrin ikinci yarısına qədər təxminən 12 əsr dövründə davam eləmişdi. Belə deyək də, Azərbaycanda tez başlayıb, gec başa çatıb, Avropada isə gec başlayıb, tez başa çatmışdı. Daha sonra növbəti fərqli cəhətimiz budur ki, qeyd eləmişəm, asılı və təhkimli. Azərbaycanda olan kəndlilər asılı vəziyyətdə idilər. Belə ki, kəndli feodalın torpağından yalnız belə deyim, iqtisadi cəhətdən asılı vəziyyətdə idi. Yalnız məhsul əldə edəcəyi üçün asılı vəziyyətdə idi. Yəni, kəndli feodalın torpağında işləyirdi, əldə olunan məhsulun bir qisminə görə ondan asılı idi. Amma təhkim olunmamışdı torpağa. Azərbaycandakı kəndli istədiyi vaxtda torpağı tərk edib, başqa torpaqda gedib işləyə bilərdi, başqa torpaqda yaşaya bilərdi, öz olduğu ərazini tərk edə bilərdi. Azərbaycandakı kəndli təhkimli deyildi, yalnız asılı idi. Bu asıllıq iqtisadi asıllıq idi. Amma Avropadakı kəndli isə təhkimli kəndidir, yəni torpağa təhkim olunmuşlar Avropada. Avropadakı kəndli feodaldan hər tərəfli asılı idi. Öl desəydi ölməli idi, qal desəydi qalmalı idi. Yəni o həmən torpağı tərk edib başqa yerdə işləyə bilməzdi, başqa yerdə yaşaya bilməzdi. Daha sonra burada qeyd eləmişəm dövlət mülkü və feodal mülkü. Azərbaycanda əsasən torpaqlar dövlət mülkiyyətində idi. Nə üçün? Çünki torpaqların suvarılması üçün normal olan çaylardan, göllərdən əlavə süni suvarmadan da istifadə olunurdu və süni suvarmaya böyük xərc tələb olunurdu. Bu da dövlət tərəfindən təbii ki də həyata keçirildiyi üçün torpaqlar əsasən əvvəlki dönəmlərdə dövlət mülkiyyətində idi. Sonra isə müəyyən əsrlər keçdikdən sonra, müəyyən zamanlar keçdikdən sonra Azərbaycanda da artıq şəxsi torpaq mülkiyyətləri də meydana gələcək. Avropada isə torpaqların demək olar ki, hamısı feodal mülklərində idi, yəni feodalların torpağı hesab olunurdu. Avropadakı mülklər, Avropadakı torpaqlar dövlətin əlində deyildi, şəxslərin əlində idi, yəni feodalların əlində idi, torpaq sahiblərinin əlində idi. Və son olaraq vurğulamışam ki, şəxsi təsərrüfat Azərbaycanda yoxdur, amma Avropada şəxsi təsərrüfat var idi. Bu nə deməkdir? Azərbaycanda feodalın imkanı yox idi ki, həm süni suvarmadan istifadə etsin, həm də buna istifadə edərək özünə şəxsi təsərrüfat qursun və feodalın burada imkanı yox idi ki, özünə öz torpağında əlavə texnikalar tətbiq etsin. Yalnız torpağı var idi Azərbaycandakı feodalın. Lakin Avropadakı feodalın həm torpağı var idi, həm də özü imkanlı idi. İstənilən miqdarda süni suvarmadan istifadə edə bilirdi. Bundan əlavə öz torpağında yeni texnikalardan istifadə edə bilirdi. Bu Azərbaycanla Avropa arasında olan fərqlərdir.
İndi keçirəm Azərbaycandakı feodalizm quruluşunun izahına. Deməli, feod və feodal yazmışam. Torpağa feod deyilirdi. Müəyyən xidmət müqabilində verilən torpaqlar feod idi və onun sahibi feodal adlanırdı. Məhz buna görə də bu quruluş feodalizm quruluşu adını almışdı. Torpaqlar əsasən dövlət mülkiyyətində idi. Burada biraz öncə qeyd etdim. Torpaqlar irsən və şərti verilirdi. İrsən keçən torpaqlar atadan oğula, qardaşdan qardaşa, yəni nəsildən nəslə keçirdi və əsasən irsi torpaq sahibləri idi. Hökmdarın özü, hökmdarın ailə üzvləri və eyni zamanda burada əyanlar, hansı ki yuxarı təbəqənin nümayəndələri irsi torpaq sahibləri hesab olunurdular. Şərti torpaqlar isə müəyyən bir xidmət müqabilində verilirdi, müəyyən zaman aralığı üçün. Daha sonra isə bu torpaqlar əllərdən alınırdı. Yəni şərt qarşılığında verilirdi. Şərti keçən torpaqlar məmurların bir qisminə, yəni aşağı vəzifədə olanlara, hərbiçilərə verilirdi. Bundan əlavə bəzi feodal əyanlardır, din xadimləridir, məbədlərdir ki, bunlara torpaq sahibi deyəcəyik. Sadəcə olaraq yenə deyirəm, şərti torpaqları alanlar, müəyyən bir xidmət müqabilində daha sonra torpağa qaytaranlar hərbiçilərlə məmurlardır. Burada isə əlavə qeyd etdiyim bu feodal əyanların olması, din xadimlərinin olması, məbədlərin olması, bunlar torpaq sahibi hesab olunurlar. Çünki məbədin də özünə məxsus bir torpaq sahəsi var idi, din xadimlərini də, feodal əyanlarının da. Daha sonra 5-6-cı əsrlər dönəmində Azərbaycanda feodal münasibətləri möhkəmləndi. Artıq oturuşmuş bir vəziyyətdə oldu, möhkəmləndi və bundan əlavə burada bir məqamı vurğulayacağıq ki, təbii ki, ərazi bölünürdü vilayətlərə və yaxud da ki, əyalətlərə, yəni şəhərlərə. Hər bir vilayətin özünün başçısı var idi. Bu hakimlər həm irsi cəhətdən hakimiyyətləri keçirdi, öz atalarından oğullarına, qardaşdan qardaşa irsi hakimiyyət keçirdi. Eyni zamanda bir vilayət hakimləri yalnız vəzifə cəhətdən yox, eyni zamanda torpaq cəhətdən də belə deyim, sahibkar hesab olunurdular. Çünki torpaq sahibi idilər. Bu əyalətlərin başçıları eyni zamanda torpaq sahibi də hesab olunurdu. Sonra 6-cı əsrdə burada vergi islahatının keçirilməsi haqqında məlumat verəcəm. Hansı ki, biraz sonra bu haqda əsas məlumatı qeyd edəcəm. Sadəcə olaraq vergi islahatının 6-cı əsrdə keçirilməsi haqqında məlumat qeyd etmişəm. Bu, belə deyim, izah etdiyim feodalizm quruluşu ilə bağlı bəzi məqamlar ümumi tarix dərsliyində verilmiş feodalizm quruluşu ilə oxşarlıq təşkil edir. Yəni, müəyyən qədər anlayışlar eynidir. Hətta burada mən bir məsələni vurğulaya bilərəm ki, natural vergi məsələsi bu nə idi? İnsanlar istərsə Avropada olsun, yəni ümumi tarix dərsliyində, istərsə də Azərbaycanda olsun, natural vergini, yəni məhsulla ödəyirdilər. Natural vergi məhsulla ödənilən vergidir. Kəndli əldə etdiyi məhsulun böyük bir qismini torpaq sahibinə verirdi, kiçik bir qismi isə özünə qalırdı. Bu natural vergi adlanırdı. Və bir sıra artıq kəndlilər zaman keçdikcə torpaqları əllərindən çıxırdı, əkib becərə bilmirdilər. Bu torpaqlar keçirdi iri torpaq sahiblərinin əlinə. Nəticədə kəndlilərin bir qismi nüfuzləşirdi, torpaqsız kəndliyə çevrilirdi. Bir qismi isə torpaq ələ keçirə bilənlər isə daha da varlanırdılar və güclü kəndlilərə çevrilirdilər. Bu da artıq kəndlərdə, yəni bu dövrdə təbəqələşmənin dərinləşdiyini göstərirdi. Deməli, bugünkü bu Azərbaycanda feodal münasibətləri haqqında olan izahım bu qədərdir. İndi növbəti mövzumuza keçid alacağım, növbəti videomda. Oldu, sağ olun.